Piyada keçidindən istifadə eləmək Burada lazımdır. yaşayan deyiləm mən. Başa düşdüm də, harada yaşayırsınız? Qaradağ. Qaradağda da var da piyada keçidlərimiz. Şəhərimizin sakinləri, zəhmət olmasa piyada keçidlərindən istifadə edin. Öz həyatınızı və sürücülərin həyatını təhlükəyə atmayın. Sizə 20 manat protokol tərtib olunacaq. Bir ay ərzində ödəyərsiniz. Sumqayıt şəhərində piyadaların iştirakı ilə bağlı yol hərəkəti qaydalarına nəzarət gücləndirilib. Eldar bəy, piyada zolağı qalıb 30 metr qarşıdadır. Niyə oradan istifadə eləmişsiniz? Tələsiz öz həyatınızı təhlükə altına atmışsınız. Vətəndaş, piyada keçidi qalıb orada. Niyə oradan istifadə edirsiniz? Özünüzün və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olursunuz. Zəhmət olsa piyada keçidindən istifadə edin. Həm özünüz üçün, həm uşaq üçün, yəni sağlamlığınıza görə deyirik. Şəhərin müxtəlif ərazilərində keçirilən reydlər zamanı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları, Sumqayıt şəhər icra hakimiyyəti və Sumqayıt bələdiyyəsinin nümayəndələri birgə şəkildə fəaliyyət göstəriblər. Qarşıda piyada keçidi var. Yolu keçərkən xahiş edirik, piyada keçidindən istifadə edin. Öz həyatınızı da təhlükəyə atmayın. Qarşıdan gələn sürücünü də qəza vəziyyətinə salmayaq. Piyada keçidindən istifadə edək. Yaxşımı? Piyada zolağı 50 metr qabaqdadır. Niyə piyada zolağından istifadə eləmirsiniz? Öz həyatınızı təhlükəyə atırsınız. Nəqliyyat vasitələrinə təhlükə yaradırsınız. Siz hal-hazırda yol hərəkəti qaydasını pozdunuz, piyadaların keçidi ilə bağlı təhlükəsizlik qaydalarını pozdunuz. Xahiş edirik sizdən ki, bizim də vəzifə borcumuz bu günləri vətəndaşlarla bu sahədə maarifləndirici işlər aparmaqdır. Qarşıda piyada keçidi var. Bundan sonra xahiş edirik ondan istifadə edəsiniz. Reydlər zamanı müəyyən olunub ki, bəzi piyadalar müəyyən olunmuş piyada keçidlərindən istifadə etməyərək yol hərəkəti qaydalarını pozublar. Nəticədə bir sıra piyadalara qanunvericiliyə uyğun olaraq inzibati cərimələr tətbiq edilib. Zəhmət olmasa piyada keçidindən istifadə edin. Nə öz həyatınızı təhlükəyə atır. Həm də piyada keçidi var idi. yox, indi növbəti qarşıdadır. Qarşıda var piyada keçidi. Xahiş edirik piyada keçidindən istifadə edin. Axı belə olmaz. Biz sizdən xahiş edirik. Orada piyada zolağından istifadə edin. Mütləq şəkildə xahiş olunur. Yaxşımı? Qeyd edək ki, bu cür tədbirlərin məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək, həm piyadalar, həm də sürücülər arasında qayda pozuntularının qarşısını almaqdır. Sürətli maşınlar gedir hal-hazırda. Görürsünüz, nəqliyyat vasitələri dayanmadan hərəkət edir. O nöqteyi nəzərən siz öz həyatınızda da təhlükə yaradırsınız. 20 manat protokol tərtib olunacaq. Piyada zolağından istifadə eləmədiyinizə görə. Bir daha belə təkrar olunmasın, yaxşı? Elvin Qudrətov, Şəmssan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.